Gədəbəy rayonunda yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariloğlunun və əsgər Həmidov Ruslan Rüstəmoğlunun nəşləri aşkar edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir. Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Xidməti vaxtı həlak olan hərbiçilərimizə qanuna uyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, həyatlarını itirən Azərbaycan ordusunun hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər. Xidmət rəsmisi qeyd edib ki, bugün həlak olan hərbi qulluqçular Əli İmanov və Ruslan Həmidova xidməti vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.